Harmonik rəqs edən maddi nöqtənin koordinatının zamandan asılı qrafik verilmişdir. Uyğunluğu müəyyən edin. 1. Maddi nöqtənin rəqsi qrafikə diqqət etdikdə kosinusoiddir, yəni kosinus qanunu ilə baş verir. Ona görə birə uyğun düzgün cavabımız B bəndi. Yəni kosinus qanunu ilə baş verir. 2. Maddi nöqtənin rəqs periodu, deməli, bilirik ki, amplitud tarazlıq vəziyyətindən maksimum yer dəyişmədir və bir amplitud vəziyyəti qrafikdə bir parabola budağına uyğundur və bir parabola budağına uyğun zamansa periodun 1/4 hissəsidir. Ona görə bir period 4 parabola budağına uyğun zaman intervaldır. Bu da 8 saniyədir qrafikə görə. Yəni, böyükçə bərabərdir 8 saniyə. Yəni, 2-yə uyğun düzgün cavabımız C bəndi. 3. Maddi nöqtənin maksimal təcili nəyə bərabərdir? Tapmaq tələb olunur. Yəni, A maksimal bərabərdir omega kvadratı x maksimal. O da bərabərdir omeganın yerinə 2pi bölək böyük T yazsaq və kvadrata qaldırsaq olacaq 4 pi kvadratı bölək T kvadratı vuraq x maksimal. O da bərabərdir şərtdəki qiymətləri yerinə yazdıqda 4 vuraq pi 3'dür, 3'ün kvadratı bölək T 8'dir, 8'in kvadratı vuraq. Qrafikə görə x maksimal 1,6'dır. O da bərabərdir 0,9 metr bölək saniyə kvadratı qiymətini alırıq. Beləliklə 3'ə uyğun cavabımız D. Beləliklə 1'ə uyğun B, 2'ə uyğun C, 3'ə uyğun D düzgün cavabdır. B bəndi.